Salam dəyərli izləyicilər. Kanal 55-ə xoş gəlmisiniz. Sizi maraqlı və aktual xəbərlərlə daim yeniləməkdən qürur duyurum. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Siz də pensiyaların artmasını istəyirsinizsə kanala abunə olub videonu bəyənməyi unutmayın. Prezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. Son xəbər az xəbər verir ki, sənəd prezident aza istinadən yayılıb. Sərəncama əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə iki əsas istiqamət üzrə indeksləşdirmə aparılması tapşırılır. Birincisi, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq 2026-cı il fevralın 1-nədək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi artırılacaq. Qulluq stajına görə əmək pensiyasına əlavələr təyin olunmuş şəxslərin pensiyaları isə həmin əlavələr də nəzərə alınmaqla yenidən hesablanacaq. Eyni zamanda 2023-cü il fevralın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımlar da bu indeksləşdirməyə cəlb olunacaq. İkincisi, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq sığortalınanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2026-cı il fevralın 1-nədək qeydə alınmış pensiya kapitalı məbləğləri də indeksləşdiriləcək. Bu isə gələcəkdə pensiyaya çıxacaq vətəndaşların pensiya təminatının daha ədalətli formalaşmasına xidmət edəcək. Sərəncamdan irəli gələn məsələlərin həlli və icra mexanizmlərinin hazırlanması Nazirlər Kabinetinə tapşırılıb. Qərarın tətbiqi 2026-cı il fevralın 1-dən qüvvəyə minir və bütün müvafiq dövlət qurumları üçün icbari xarakter daşıyır. Əmək Nazirliyi yanında Dövlət Sosial Təminat Fondu Bakı, Sumqayıt və Abşeron üzrə pensiya ödənişlərinin tarixlərini də açıqlayıb. Son xəbər aza istinadən xəbər verir ki, bu bölgələrdə pensiyalar fevralın 13-də ödəniləcək. Rəsmi açıqlamaya görə ödənişlər mərhələli şəkildə həyata keçiriləcək və cədvələ uyğun olaraq güzəştli şərtlərlə pensiya alan şəxslər də daxil olmaqla, ölkənin digər şəhər və rayonlarında yaşayan vətəndaşların pensiyaları da fevral ayı ərzində köçürüləcək. Dövlət Sosial Təminat Fondu tərəfindən bildirilib ki, bütün ödənişlər tam və vaxtında təmin olunacaq. Qeyd etmək lazımdır ki, 2026-cı ilin fevral ayından etibarən bütün növ əmək pensiyalarının təxminən 10% artırılması planlaşdırılır. Bu artım ümumilikdə 1.100.000-ə yaxın vətəndaşı əhatə edəcək. Pensiyaların indeksləşdirilməsi ölkə üzrə orta aylıq əmək haqqının artımı ilə əlaqələndirilir. Hazırda orta aylıq əmək haqqı 9.7% artaraq 1093 manata çatıb və bu dinamika pensiya artımlarının əsas iqtisadi bazasını formalaşdırır. Ekspertlərin fikrincə, həyata keçirilən indeksləşdirmə mexanizmi sosial müdafiə sisteminin davamlılığını gücləndirir və pensiyaçıların alıcılıq qabiliyyətinin qorunmasına xidmət edir. Xüsusilə inflyasiya fonunda pensiyaların həm əmək haqqı artım tempinə, həm də istehlak qiymətlərinə uyğun şəkildə yenidən hesablanması sosial ədalət prinsipinə uyğun addım kimi qiymətləndirilir. Beləliklə, fevral ayından qüvvəyə minəcək yeni mexanizm həm hazırki pensiyaçıların aylıq gəlirlərində artma səbəb olacaq, həm də gələcək pensiya təminatının daha sabit və şəffaf əsaslarla formalaşmasına imkan yaradacaq. Dövlət qurumları isə prosesin operativ və şəffaf icrası üçün bütün texniki və maliyyə mexanizmlərini səfərbər etdiklərini bildirirlər.